Deməli, sözün kökü və onun yarandığı nitq hissəsi nədir? Adətən müdavimlər sözün kökü ilə onun yarandığı nitq hissəsini fərqləndirə bilmirlər və testlərdə sizə sual verəndə tutaq ki, 3 söz üzərində indi izahı verəcəm. Məsələn, kəskinləşəcəkmiş sözünün testlərdə sizdən yarandığı nitq hissəsini soruşanda siz onun kökünü deyirsiniz, kəsməyi deyirsiniz. Eynən döyüşçülüyə sözündə də sizdən yarandığı nitq hissəsini soruşanda siz deyirsiniz ki, sözün yarandığı nitq hissəsi döyməkdir, söz döyməkdən yaranıb. Baxın, bunu fərqləndirmək lazımdır. Çox maraqlı önəmli bir nüansdır. Söz kökü onun ayrılıqda işlənə bilən hissəsidir. Məsələn, kəskinləşəcəkmiş sözündə sözün ayrılıqda işlənə biləcək hissəsi kəsməkdir. Çin, ləş, əcək, miş şəkilçiləri ayrılıqda hər hansı bir mənanı ifadə etmirlər. Döyüşçülüyə sözündə sözün ayrılıqda işlənə biləcək hissəsi döyməkdir. Bilikçilər sözündə sözün ayrılıqda işlənə biləcək hissəsi bilməkdir. Yəni, bu sözlərin kökləri üçü də gördüyünüz kimi feildir. İndi onun yarandığı nitq hissəsinə baxaq. Sözün yarandığı nitq hissəsini necə tapırıq? Sözdə sonuncu gələn leksik şəkilçini tapırıq. Kəskinləş sözündə sonuncu gələn, ümumiyyətlə sözü təhlil edək bu sözləri. Kəskin, leksik, kəskinləş, leksik, əcək, qəti gələcək zaman şəkilçisi, qrammatik, miş, imişin ixtisarı, qrammatik. Döyüşçülüyə sözündə döyməkdən döyüş, leksik, çü, leksik. Bu əslində lük şəkilçidir. Sadəcə biz bilirik ki, əslində bunu da keçəcəm sizə fonetikadakı bəzi sizə çətin gələn və anlamadığınız suallar. Sözün sonu ç samiti ilə bitirsə və onun üzərinə şəkilçi gəlirsə, saitlə başlayan şəkilçi, həm yazılış, həm deyiş zamanı ç y-yə keçir. Ona görə bu əslində lük şəkilçisi olub, lük şəklində y-yə keçir. Döyüşçülük əldə yönlük alın şəkilçisi, qrammatik. Bilikçilər sözündə bilməkdən bilik, leksik, bilikçili, leksik, lər cəm şəkilçisi olaraq qrammatik olur. Və sözləri təhlil elədik. İndi bu sözlərdə sonuncu gələn leksik şəkilçini tapmalısınız, yarandığı nitq hissəsi üçün. Kəskinləşəcəkmiş sözündə sonuncu gələn leksik şəkilçi ləşdir. Ləşdən, yəni kəskinləş feili, bundan bir vahid əvvəl gələnsə kəskindir. Baxın, bu kəskin. Ondan bir vahid əvvəl gələnsə kəskindir. Kəskin hansı nitq hissəsidir? Sifət. Deməli, kəskinləş feili kəskin sifətindən yaranıb. Kəskin sifətindən yaranıb. İndi kəskin sifətinin də hansı nitq hissəsindən əmələ gəlməyini bilmək istəyirsinizsə, bundan da bir vahid əvvələ baxırsınız. O zaman görürsünüz ki, kəskin feili də, daha doğrusu sifəti də kəsmək feilindən əmələ gəlib. Baxın, mən onun sizə kökünü demədim. Kökü onsuz da kəsməkdir. Yarandığı nitq hissəsi üçün sözün sonuncu gələn leksik şəkilçini tapıb arxaya doğru, geri istiqamətə doğru getməlisiniz. Eynən bu qaydanı döyüşçülüyə sözünə də tətbiq edək. Döyüşçülüyə sözündə sonuncu gələn leksik şəkilçi lük şəkilçisidir. Döyüşçülük ismi döyüşçü ismindən yaranıb, ondan bir vahid əvvəl gələn çüdür, döyüşçü ismindən yaranıb. Döyüşçü ismi döyüşmək ismindən yaranıb, döyüşmək ismi döymək feilindən yaranıb. Eynən bilikçilər sözündə sonuncu gələn leksik şəkilçi li, bilikli sifəti bilik ismindən yaranıb, bilik ismi bilmək feilindən yaranıb. Ya sözün yarandığı nitq hissəsini bu şəkildə tapacaqsınız.